Budaq cümləsi. Yenə baş budaq sxemi gördünüz? Aha, ikisi də ola bilər. Qaydanı əzbərləmirik. Özümüzü yormuruq. Elə belə özündən oxuyub gedə bilərsiniz. Biz cümlələrini işləyirik. Sualını tapırıq. Bunu bir saat əzbərləyim. Orada əvəzi qəliblər nədir? Bağlayıcı sözlər nədir? Bundan sən işin aşmayacaq. İndi keçdik təyin budaq cümlələrinin nümunəsinə. Mən bir solmaz yarpağam. Necə? Çiçəkləri bəzəyən. Mən çiçəkləri bəzəyən bir solmaz yarpağam. Bax, burada bir var ha. Bir necə sualına cavab verir. Mən o tənqidi sevirəm. Hansı? Təyin uşaqlar. Təyində diqqətli olun. Təyin. Necə mən cümlə özümdə demişdim. Təyin mütləq ismin yanında gəlməlidir. Mütləq. O cür tapırsınız. Baxın, o tənqidi. Tənqid ismini görsən, hansı? Elə gecələr var. Necə? Aysız. İnsan indi gözəl o qızdır. Hansı qızdır? İsmi yanındadır. Görürsünüz uşaqlar. Hamı baxır mı sən or? Aysız. Bu o dərə idi. Hansı dərə? Elə müəllim var. Necə? Söz var. Necə? Kəsdirər savaşı. Söz var. Necə? Kəsər savaşı. Yəni, baş kəsdirən söz var. Baş kəsən söz var. Bir söz de. Necə söz? Ürəyimə yatsın. O adama söz de. Hansı adama? Sözünü yerə salmayan adama. Elə bir qız ol. Necə bir qız ol? Xalqın səninlə fəxr eləsin. Elə adam var. Necə? Heç çox öz yerini bilmir. Nə qədər şeir demişdim. Diqqətli olun uşaqlar. Bu 11-də. Bu üstə dayanıram. Bu nə qədər sözünü siz 4 fərqli budaq cümlədə görəcəksiniz. Nə qədər? Nə qədər sual əvəzliydi, düzdür? Və bağlayıcı sözdür. Bunu 4 budaq cümlədə görəcəksiniz. Biri təyindir. Təyini hardan bilirəm? Nəyin yanında gəlib? İsmin. Bax, nə qədər şeir demişdik, o qədər şeir əzbərləmişəm. Nə qədər şeir? Sənin dediyin qədər şeir. İsmin yanındadır mı? Təyinin də suallarını bilirəm da. Necə, nə cür, hansı, neçə, nə qədər, neçənci. Düzdür? Aysa burada nə qədər sual var? Bu təyindir. İndi baxın. Çevirirəm vərəqi, bunları müqayisə eləmək üçün kəmiyyətə. Səhifə 213-dür. Kəmiyyəti açın, kəmiyyət budaq cümləsi. Hə. Kəmiyyətdə var 5-ci cümlə. Nə qədər çox oxusan, o qədər yaxşı nəticə göstərərsən. Tapdınız onu? Aha. Bax, o qədər yaxşı nəticə, o qədər yaxşı göstərərsən. Yaxud yuxarıda var, nə qədər istəyirsən, o qədər qal. Qal feildir, düzdür? Aysa ol. Nə qədər qalım, nə qədər istəyirəmsə. Bu feilin yanında olduğuna görə bu kəmiyyətdir, zərflikdir. Amma bayaqçı nəyin yanında idi? İsmin, o təyindir. İndi zamana baxın, zamanda da həmin şey var. Bu 4-ünü fərqləndirim, sonra qayıdacam dala. Zamanı açmışsınız. Orada belə bir cümlə var. Nə qədər ki mən sağam, görsünüz o cümləni? Nə qədər? Yoxdur. Nə qədər var? Bu 3-cü nə qədər olan cümlədir. Nə qədər ki mən sağam, siz çətinliklə qarşılaşmayacaqsınız. Baxın, siz çətinliklə qarşılaşmayacaqsınız. Nə zaman? Nə zamana qədər? Mən sağ olduğum müddətdə. Burada vaxtı bildirir. Burada nə? Feil hərəkəti saymır, qədərini göstərmir. Nə də ismin qədərini göstərmir. Bu zamanı göstərir. Fikir verdiniz? Bir də 4-cü cümlə, 4-cü işlənmə yeri. Bax, bunu bir də deməyəcəm. Qarşılıq güzəşt var, onu açın. Axırlardadır, vasitəsinin əvvəlində. Tökdüm. Tapdı mı? Hə. Deyir, nə qədər dil tökdüm, öyüd nəsihət elədim, təsir olmadı. Fikir ver. Burada nə qədərin artıq heç bir rolu yoxdur. Sadəcə bu budaq cümlənin quruluşunu yaradıb burada. Deyir, bu cümlələrdə, bu qarşılıq güzəştdə sual verə bilmirəm. Burada da sual vermirəm. Amma bu fərqlənir. Deyir, nə qədər dedim, amma eşitmədi. Nə qədər elədim, eşitmədi. Nə qədər başa saldım, başa düşmədi. Amma başa düşmədi. Bu cümlələrin arasına amma sözünü daxil eləyə bilirəm. Çünki bunlar qarşılaşdırılır. Burada nə qədər sözünün demək olar ki, heç bir rolu yoxdur. Yəni, mən özümü öldürmüşəm sənin qarşısına, sən amma qanmırsan. Mənası yoxdur. Deməli, buradakı nə qədər tam fərqli bir forma yaradır, bunun o birislərlə əlaqəsi yoxdur. Və birinci belə idi, nə qədər şeir demişdin, o qədər şeir əzbərlədim. İsmi yanındadır, bu oldu, təyin. İkinci, nə qədər istəyirsən, o qədər qal. Bu feilin yanındadır, bu kəmiyyətdir, düzdür? Üçüncü, nə qədər ki mən sağam,
sənə işin olmayacaq. Burada zamanı bildirir. Mənim sağ olduğum zaman. Amma burada deyir ki, nə qədər ki mən nə qədər dedim, eşitmədi. Nə qədər qapını döydüm, açmadı. Nə qədər qapını döydüm, amma açmadı. Mən bura qarşılaşdırma bağlayıcılarını rahat şəkildə daxil edirəm və ondan bilirəm ki, bu qarşılaşdırma budaq cümləsidir. Bu dördünü fərqləndirdik. Saxla.